Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Rasulina Muhammed və ala alihi və sahbihi əcmain. Əmə bə'd. Yəni, mövzumuza davam edirik. Keçən dərs təravih namazından danışdıq və dedik ki, təravih namazı fəzilətli namazlardandır. Ramazan ayına xas olan və təravih namazı haqqında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Buxari və Müslimin rəvayət etdiyi hədislərin birində buyurur ki, Mən qamə Ramadana imanən və ihtisabən Ğufira lehu mə təqaddəmə min dənbih. Kim imanla və əcrini Allahdan umaraq qiyam edərsə, namaz qılarsa, Allah da onun keçmiş günahlarını bağışlayar. Bəli. Və kim də imamla tamamlasa, ona gecəni ibadət keçirmiş sahabı var. Necə ki, Abu Zərrin hədisində buyurur ki, Abu Davud və Tirmizinin rəvayət etdiyi İnnər rəculə izə sallə ma'al imam həttə yansarifə husibə lehu qiyamu leylətin. Yəni kim deməli imamla tamamlayarsa, hətta o qalxıb gedənə qədər ona gecəni namazda keçirmiş, qiyamda keçirmiş sahabı yazılar. Və kim də, həmçinin alimlər deyir ki, qardaşlar, kim də buna davamlı olaraq ölərsə, siddiq və şəhidlərdən olar. Necə ki, İbn Xuzeymə və Tabaraninin rəvayət etdiyi hədisdə buyurur ki, Amr ibn Murrah buyurur ki, Cəə raculun ilə Nəbi sallallahu aleyhi və səlləm fəqal, İnni şəhidtu ən la iləhə illallah və ennəkə Rasulullah. Mən deyir, şəhadət verdim ki, Allah Teala'dan başqa ibadətə layiq haqq məbud yoxdur və sən Allahın rəsulusan. Və sallaytu salavatul xams və sumtu Ramadana və qumtuhu və əteytu zəkətə fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Və adam, həmin adam deyir ki, Allah Rasuluna, mən şəhadət verdikdən sonra 5 vaxt namazı qıldım və Ramazan orucu tuturam və qumtuhu, yəni Ramazanda qiyama qalxıram və zəkatı verirəm. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Rasuluna deyir ki, Mən mətə alə hədə kənə minəs-siddiqinə və şühədə. Fikir verin əzəmətə, subhanallah. Və deyir ki, kim buna davamlı olarsa və bunun üzərində ölərsə nə olar? Siddiqlərdən və şəhidlərdən hesab olunur. Siddiqlərdən və şəhidlərdən hesab olunur. Ona görə təravih namazlarına diqqətli olmaq lazımdır, davamlı olmaq lazımdır. Və təravih namazı haqqında dedik ki, hökmü sünnə müəkkədədir, təkid olmuş sünnədir. Və Buxari Müslimdə bu barədə olan hədislər sünnə olduğuna dəlalət edir. Və həmçinin dedik ki, bu barədə icma nəql olunub ki, İmam Nəvvi rahimehullah məcmusunda bunu ifadə edir. Buyurur ki, Fəsalatu təravih sünnə bi icma' uləmə. Sünnətun bi icma' uləmə. Təravih namazı alimlərin icması ilə sünnətdir. Və həmçinin Subul Sələmdə Sənayni rahimehullah nəql edir bu barədə. Və təravih namazını cəmaatla qılmaq tək qılmaqdan əfzəldir. İbn Qudamə rahimehullah özünün Muğnisində qeyd etmişdir. Təravih namazının vaxtı isə qardaşlar işa namazından sonra qılınır. Təravih namazının vaxtı işa namazından sonradır. Və İbn Teymiyyə rahimehullah Məcmul Fətavada bunu icma olaraq nəql edir ki, təravih namazı işa namazından sonradır. Rükətlərin sayı barəsində isə Yezid ibn Rumən İmam Məlikin Muvattasında buyurur ki, sahabə deməli 20 rükət qılırdı. Sahabə 20 rükət qılır. Lakin bunun azlığında və ya çoxluğunda, yəni bir hədd yoxdur qardaşlar. Təravih namazının azlığında və ya çoxluğunda bir hədd yoxdur. Yəni istənilən qədər nə olar? İstənilən qədər qılmaq icazəlidir. Və elm əhli bu barədə icma nəql edib ki, icmanı İbn Abdülbar rahimehullah özünün təmli əsərində dedi ki, müəyyən bir ədədi yoxdur. 20 rükət və ondan az və ondan çox da deməli qılmaq olar. Bəli. Və hansının daha fəziləti olması barəsində isə elm əhli ixtilaf edibdir. Cumhur alimlərə görə 20 rükət qılmaq daha əfzəldir. Bəzi elm əhli isə 8 rükət, yəni 8 rükət qılmaq daha əfzəldir demişdir. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Məcmul Fətavada, Mən zannə ənə qiyam Ramazana fihi ədədun muaqqatun an Nəbi sallallahu aleyhi ve sellem la yazidu, la yuzadu və la yanqusu minhu fəqat əxta. Kim zənn eləyərsə ki, Ramazanda bu ədədlər məhdudlaşdırılıbdır, hansı ki bu qiyamın ədədi məhdudlaşdırılıbdır, bundan nə az nə çox qılmaq olmaz, özü üçün müəyyən məhdud götürübdür, hədd götürübdür. Və bundan aşağısı və ya yuxarısı qılmaq olmaz, artırmaq və ya artıq o xəta etmişdir. Çünki nədir? Hədd yoxdur. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah başqa bir yerdə deyir ki, hər kim Allah Resulü sallallahu aleyhi və səlləmin qıldığı kimi uzun namaz qılarsa, o adamın 8 rükət qılması daha əfzəldir. Və hər kim namazı uzatmırsa, qısa qıldırırsa, o zaman 20 rükət qılması daha əfzəldir. Yəni bu fəziləti ilə bundan götürün inşallah. Kim uzun qiraəti uzun tutub, uzun qılırsa, məsələn 2 rükəti yarım saata və yaxud da bundan artıq qılırsa, yəni o insana 8 rükət qılması daha əfzəldir. Hə?
Kim yox, yəni qısa qılırsa, o zaman qoy 20 qılsın ki, uzun qılsın. Tamam. Bəli. Və gecə namazının əsli olaraq elə təravih namazının da 2-2 qılması sünnətdir. 2-2 qılınır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, salatul leyli məsnə məsnə. Gecə namazı 2-2-dir. Və hər 4 rükətdən bir də istirahət etmək müstəhəbdir. İstirahət etmək müstəhəbdir. Və qiraət barədə elm əhli buyurur ki, qiraət barədə müəyyən bir hədd gəlməyib. Müəyyən bir hədd gəlməyib. Necə ki, İmam Şəvkani rahimehullah deməli buyurur ki, və əmmə miqdarul qiraə fi kulli rəqətin fələm yerid bihi dəlil. Yəni, hər rükətdə nə qədər o qiraət olunmalıdır, bunun miqdarı barəsində bir dəlil varid olmamışdır. Necə ki, Neylül Əvtarda məsələn zikr edir. Və İmam Kəsəni rahimehullah deyir ki, Quranı xətm etmək sünnətdir. Quranı xətm etmək sünnətdir. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah da icma nəql edir bu barədə. Bəli, hətta Quranı insanlar eşitsinlər deyə və Quran Ramazanda nazil olub. Yəni bu səbəbdən dolayı Quranı xətm etmək sünnətdir. Və Abu Hanifə rahimehullah da belə deyirdi və Abu Hanifə buyurur ki, Ömər radiyallahu anhu bunu fəzilət babından insanlara əmr edərdi. Ömər insanlara əmr edərdi ki, xətm etsinlər. Yəni kim imam duracaqsa, qoy Quranı xətm etsin. Özü isə Ömər radiyallahu anh özü isə 2-3 dəfə xətm edərdi. Lakin yəni zamanımızda isə görürsünüz ki, yəni təəssüflər olsun ki, insanların yəni Qurana rəğbəti yəni azdır deyə, ona görə yəni biraz səbr etmək lazımdır. Barakallahu fikum. Yəni Allahın kitabını çoxaltmaq lazımdır. Həm namazda, həm də namazdan qeyri. Allahın kitabını oxumağı çoxaltmaq lazımdır. Bəli. Və insanlar tənbəllik etdikdə isə, məsələn, ola bilsin ki, imamın qiraətindən insanlar yəni şikayət edir və yaxud da ki, uzun qıldırılmasını istəmirlər və insanlar əgər bu şeydən dolayı məscidlərdən uzaqlaşırlarsa, yəni o zaman imamın üzərinə düşən nə etməlidir? İmamın üzərinə düşən yəni cəmaatın o getməsinin qarşısını almaqdır. Getməsinin qarşısını almaq nə deməkdir? Yəni qısa eləyə bilər buna görə. Çünki alimlər yəni bir məsələ zikr edirlər ki, "Li'annahu takfirul cema'a afdalu min tatvilil qira'a." Cəmaatın çox olması qiraətin uzun olmasından daha əfzəldir. Və səsli şəkildə oxumaq təravih namazlarında müstəhəbdir və İmam Nəvvi rahimehullah bu barədə icma nəql edir. Ət-Tibyan əsərində. Bəli. Və həmçinin musafdan oxumaq qardaşlar, məsələn, Quran imamın musafdan oxuması da icazəlidir. Əgər Qurandan çox bilmirsə və çox oxumaq niyyəti varsa və ya da xətm niyyəti varsa, musafdan oxuya bilər. Lakin elə özünü təmin etməlidir ki, o şeydən ötürü artıq hərəkətlər etməsin. Məsələn, musaf iri olmasın və ya da telefonlardan oxuya bilər. Musaf iri olmaz, hər dəfə onu qoymaq var, qaldırmaq var. Ona görə o şeylərə diqqət etmək lazımdır. Yəni müəyyən vasitələrdən istifadə etməklə, yəni onunla əlaqən olmayacaqsa musafla, yəni daha yaxşıdır ki, bu cür qılmaq və bu şəkildə oxuya bilərsən inşallah. Bəli, amma lakin şərt deyil. Nə qədər bilirsənsə o qədər oxuya bilərsən. Çünki qiraətdə çoxluq, azlıq şərt deyil. Əsas odur qiraət olunsun. Bəli. Və işa namazının sünnətindən sonra qılınması daha əfzəldir. Bəli. Yəni işa namazının sünnəti qılınır və ondan sonra deməli nə qılınır? Təravih namazına başlanılır. Əgər məsələn bir şəxs demək işa namazına gecikərsə və sonra gələrsə görürsə ki, insanlar təravih namazına qoşulublar, eyb etməz. Yəni onlara qoşulub sən işa deməli niyyəti ilə qıla bilərsən. Lakin təravih niyyəti ilə qoşulun. Bunlar bitirdikdən sonra işanı qılaram? Yox. Yəni işə qılırsan, qoşulub və sonra onu bitirdikdən sonra da təravih namazına insanlarla davam edirsən. Nə qədər arada boşluq olarsa, hansı rükətləri ötürmüsənsə, 2 rükət və ya da 4 rükət, onlar istirahət etdiyi məqamda qalxıb qıla bilərsən. Bəli. Və son vaxtı da, qardaşlar, təravih namazının son vaxtı da vitir namazına qədərdir. Və burada bir mühüm məsələ var. Hansı ki, əgər bir məsciddə təravih qılıb, sonra insan vitrə çatır və elə istəyir ki, bu evdə də geçsin, namaz qılsın. Və bu halda nə etməlisən? Və bu halda insanın 4 halı var. Və bu 4 haldan birini, 3-ünü edə bilər, lakin biri isə zəif görüşdür. Zəif görüşdür, o tərk olunur. Əgər sən istəyirsənsə, evdə də namaz qılasan, imamla namazı tamamlamalısan, yoxsa vitirdən çıxmalısan. Birinci hal odur ki, hansı ki, Ubey ibn Kə'b radiyallahu anh'ın etdiyi kimi, təravihi qılırdı, vitri isə qılmadan çıxırdı. İmamla bərabər tamamlamadı ki, evdə də davam edəcək deyə. Birinci qism budur. Vitri qılmırsan, məsələn, imam 11 rükət qılırsa, 8 rükətdən çıxırsan. Birinci məsələ bu. İkinci hal isə, vitri də imamla qılırsan, imam vitri salamdan sonra, yəni imam vitri tamamlayır,
salam verəndən sonra sən salam vermirsən. Qalxırsan, bir rükət əlavə qılırsan. Yəni sənin üçün o vitr namazı sayılmır. Gecə namazı sayılır. Cüt qıldığına görə. Və sonra evdə də istənilən qədər namaz qılırsan və sonda isə vitr namazı qılırsan. Və necə ki İmam Əhməddən və həmçinin 12 sahabədən sabitdir bu məsələ. Ki onlar vitr qılanda, vitr qılıb salam verəndə sən qalxırsan. Bir rükətdə əlavə qılırsan. Və üçüncü görüş, üçüncü hal, vitri imamla qılır və sonra gecə namazı istədiyi qədər də qıla bilər. Vitri qılmamaq şərti ilə. Vitri təkrar qılmamaq şərti ilə. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, bir gecədə 2 vitr namazı yoxdur. Bir gecədə 2 vitr namazı yoxdur. Və dördüncü hal isə qardaşlar, bu halı İshaq ibn Rahavey kimi bəzi alimlər icazəli görsə də, cümhur alimlər bu görüşü rədd edirlər. Və bu da nədir? İmamla vitri qılır, sonra evdə bir rükət qılmaqla naqdul vitr eləyir. Yəni o vitri pozur. Deməli imamla bərabər vitri qılır, tək. Elə deyilmi? Tək rükət oldu. Və evə qayıtdıqdan sonra naqdul vitr niyyəti ilə bir rükət qılır. Və elə hesab edir ki, imamla qıldığı o tək və evdə də tək qıldısa bunları cütləşdirdi. Və imam aradan, deməli vitr aradan qalxdı. İmamla qıldığı vitr aradan qalxdı, vitri pozdu. Və sonra istədiyi qədər gecə namazı qılır və sonda da vitr namazı qılır. Və cümhur alimlər bu görüşü, yəni naqdul vitr adlanan bu məsələni rədd ediblər. Ona görə də bu zəifdir, bunu etmək olmaz. Ona görə də ən yaxşısı qardaşlar, hansı ki sahabelərdən də bu şey varid olubdur və alimlər də buna icazəli görür. Bu 4 haldan hansı daha uyğundur? 4 haldan nəsihət odur ki, vitri də imamla qıla bilərsiniz. Hansı ki, əgər siz vitri də imamla qılsaz, o hədisin hökmünə düşürsünüz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, imamla tamamlayan insan nə olur? Gecəni o ibadətdə keçirmiş savabı alır. Fikir verin, özünüzü məhrum etməməkdən ötürü imamla vitri tamamlayın və əgər gecə namaz qılmaq istəsəniz, sizin üçün heç bir maniyə yoxdur. Səhərə qədər namaz qıla bilərsiniz. Lakin şərt odur ki, gecə namazı niyyətindən qılsınız. Şərt odur ki, vitr qılmayacaqsınız ikinci dəfə. Artıq çünki vitri qılmısınız. Aydındır. Və ən rahat görüş də inşallah ki budur. Vitri imamla tamamlayırsınız, əcrə müvəffəq olmaq üçün və gecə də istədiyiniz vaxt nafilə namazlar, gecə namazı qıla bilərsiniz. Lakin şərt ikinci bir vitri qılmaq olmaz. Və doğrusunu Allah bilir. Bəli. Və təravih namazı haqqında bu qədər kifayət eləyir. İnşallah suallar olarsa, yəni dərsdən sonra cavablandırırıq inşallah. Növbəti məsələ bayram namazı. Bayram namazı müsəlmanların ittifaqla 2 bayram namazı var qardaşlar. Onlar da hansılardır? Deməli fitr bayramı, yəni Ramazan bayramı və Qurban bayramı. Və fitr bayramı, yəni Ramazan bayramı Şəvval ayının 1-ci günü olur. Qurban bayramı isə Zilhiccənin 10-cu günü. Və bəzi elm əhli cümə gününü də bayramdan hesab ediblər. Cümə gününü də bayramdan hesab ediblər. Alə kulli hal, cümə günü bayramdan hesab olunsa da, yəni bu 3 bayramdan deyək ki, başqa heç bir bayram yoxdur. Və dəlil Abu Davud və Nəsai və Əhmədin Ənəsdən rəvayət etdiyi hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə, bəzi o bayramlara, bəzi şeylərə rast gəldikdə, bu cahiliyyə dönəmindən qalmış, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala sizə 2 bayramı vermişdir. Onlar da hansıdır? Yevmul fitri vəl ədhə, yəni Ramazan bayramı və Qurban bayramı. Və İbn Həzm rahimehullah bu barədə də icma nəql edir. Bayram namazının hökmü barəsində qardaşlar 3 görüş var, məşhur. Yəni bayram namazı vacibdirmi, sünnətdirmi? Hətta bu vacibin arasında da 2 məsələ var. Birinci qism alimlər deyiblər ki, bayram namazı fərdul ayndir. Yəni hər bir nəfərin üzərinə bayram namazına getmək vacibdir. Ayni olaraq vacibdir. Və bu nə etmək olmaz? Tərk etmək olmaz. Tərk etmək icazəli deyil. Necə ki, Məliklərdən olan İbn Həbib və İmam Əhməd və Şeyxülislam İbn Teymiyyə və İbn Qayyum və San'ani və İbn Baz və İbn Useym rahimehullah. Dəlil isə Allah subhanahu wa ta'ala buyurur ki, Kəvsər surəsinin 2-ci ayəsi "Fəsalli li rabbikə vənhar." Rəbbin üçün namaz qıl və qurban kəs. Və əksər elm əhli deyiblər ki, buradakı fəsalli, yəni Rəbbin üçün namaz qıl və qurban kəsdən oradakı namazdan qəsd bayram namazıdır. Və İbn Qudaymə rahimehullah buyurur ki, Allahın əmri burada vacibliyə dəlalət edir. Fəsalli, Rəbbin üçün namaz qıl. Və ikinci görüş isə alimlər buyurur ki, bayram namazının hökmü təkid olunmuş sünnətdir. Məliklərdən İmam İbn Abdülbar rahimehullah və İmam Şafi və İmam Nəvavi və Şafilərdən Şirbini rahimehullah və həmçinin sələfdən buyurur ki, İmam Nəvavi rahimehullah, cəmahirul uləmə minəs sələf vəl xələf
enne salatul Eid sünnetun enne salatul Eid sünnetun la fardu kifaye. Yaxşı, davam edirik. Və dedik ki, bayram namazının hökmü barəsində danışdıq. Yəni ikinci qrup alimlər deyirlər ki, bayram namazı təkid olunmuş sünnədir. Bayram namazı təkid olunmuş sünnədir. Və buna dəlil olaraq İmam Nəvvi rahimehullah buyurur ki, Cəmaahirul uləma min sələf vəl xələf enne salatul Eid sünnə la fardu kifayə. Özünün məcmu əsərində buyurur ki, cümhur alimlərə görə sələfdən və xələfdən deməli bayram namazı nədir? Sünnətdir, fərz deyil. Və Buxari rahimehullahın Buxari Müslimin rivayet etdiyi hədisdə Talha bin Ubeydullahdan gəlir ki, "Xamsu salavatun kətəbəhunnəllah azza və cəllə alə ibadihi." Fəqalə "Həl aleyyə qeyruhə?" Qalə "La illə ən tətəvvə." Və Allah Resulü sallallahu aleyhi və səlləmdən soruşanda buyurur ki, deməli, xamsı salavat var ki, 5 vaxt namaz, Allah Teala onları qullarına və fərz etmişdir, vacib etmişdir. Və buyurur ki, yəni onun üzərinə başqa bir əlavə varmı? Buyurur ki, xeyr, ancaq sənin əlavə sünnət olaraq qılmaq istədiklərin xaricdir. Bəli. Və həmçinin Buxari Müslimin rivayet etdiyi başqa bir hədisdə Abdullah ibn Abbasdan gəlir ki, deyir ki, "Ud'uhum ilə", hansı ki Muaz ibn Cəbəl Allah Resulü Yəmənə göndərəndə ona deyir ki, "Ud'uhum ilə şəhadəti ən la ilahe illallah və enni rasulullah." Onları Allah Taala'nın şəhadətinə və mənim rasul olduğuma dəvət elə. Fə inhum ata'u lidəlikə, əgər onlar deyir buna itaat etsələr, və a'limhum, onlara bildir ki, ennallaha qad iftarada aleyhim xams salavatin fi kulli yevmin və leylə. Allah Teala onlara 5 vaxt namazı fərz etmişdir, hər gündüz və gecə, hər gün və gecə. Yəni bunu alimlər dəlil olaraq gətirirlər ki, qardaşlar, bayram namazı o 5 vaxt namazdan deyil. Ona görə də fərz deyil, sünnətdir. Lakin bəzi alimlər üçüncü qism isə deyirlər ki, fardul kifayədir. Fardul kifayə. Yəni İmam Əhməd və Əbu Hanifə və Malik və Şafi'i və həmçinin Ləcnətü Daimə bu barədə fətva verir. Və dəlil isə "Fasalli li rabbikə vənhar", Rəbbin üçün namaz qıl və qurban kəs. Və buyurur ki, əgər yəni bu ayn niyə görə deyil, fardul ayn niyə görə deyil? Çünki alimlər gətirir ki, əgər olsaydı bunun azanı iqaməsi olardı. Və bu namaz cənazə namazı kimidir. Fardul kifayədir. Bəli. Və fardul kifayə deyən alimlər, yəni insan əgər buyurur ki, bəzi alimlər eşitilir. Alimlər buyurur ki, yəni niyə görə bu fardul kifayədir? Əgər fardul ayn olsaydı, bu səfərdə tərk olunmazdı. Çünki Allah Nəbisi sallallahu aleyhi və səlləm bayram namazını səfərdə tərk edib, qardaşlar. Bayram namazını səfərdə tərk edib. Və qayda var ki, ümumi, "Ennəs səfərə la yusqatu şeyən minəl vacibət illə ilə bədəl." Əgər bir şeyin, yəni vacib olsaydı ayni olaraq 5 vaxt namaz kimi, onun bədəli gəlməyənə kimi o yəni düşməzdi. Bədəl nə deməkdir? Məsələn bax, Allah Teala 5 vaxt namazı nə edib? Vacib edib. Fardul ayndir hər bir kəsin üzərinə. Və kim tərk eləsə hamı günah daşıyır. İstər səfərdə ol, istər harda olursa onu 5 vaxt namaz vacibdir. Və Allah Teala bunun vacib olmasına baxmayaraq bunu bədəl eləyibdi. Hökmdən salıb, amma bədəlini, əvəzini gətiribdi. Məsələn necə? Səfərdə 4 rükət yox, 2 rükət qılırsan. Və yaxud da cümə yox, zöhr qılırsan. Bu 2 rükət 4-ün bədəlidir. Bu vacib olduğuna görə, vacib ayn olduğuna görə. Lakin bayram namazı belə deyil. Bayram namazı səfərdə ümumiyyətlə tərk olunur. Tamam? Və ona görə də ən doğru görüş, doğrusunu Allah bilir, bayram namazının hökmü fardul kifayədir. Bəli. Və bayram namazının şərtlərindən, qardaşlar, cəmaatla olmalıdır. Və bu şərt cümhur alimlərə görə bu cürdür. Bayram namazı cəmaatla olmalıdır. Və alimlər Əbu Hanifə və Malik və Əhməd rahimehullah. Və bayram namazının vaxtı, əvvəl vaxtı və sonra vaxtı var. Bayram namazının əvvəl vaxtı günəş yüksələndə. Yəni 10 şibir deyirlər buna. Yəni bir nizə boyu qalxdısa, bayram namazının vaxtı girir. Bayram namazını qılmaq olar. Və cümhur alimlərə görə İmam Əbu Hanifə və Malik və Əhməd. Və dəlil də Müslimin rivayet etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm sahabələr buyurur ki, günəş yüksəlmədən əvvəl ta ki bir nizə miqdarına qalxana qədər Allah Resulü sallallahu aleyhi və səlləm bizə namaz qılmağı qadağan edib. Bizə namaz qılmağı qadağan edib. Bəli. Axır vaxtı isə qardaşlar, hansı vaxta qədər bayram namazını qılmaq olar? Zəvala qədər. Yəni günəş çatdısa zenitə,
və buna qədər qılmaq olar. Axırıncı vaxtı buna kimidir. Hansı ki İmam İbn Həzm və İbn Rüşd və Şəvkani yəni bu barədə icma nəql ediblər. Bayram namazını kim çatmasa qəza edə bilərmi? Alimlər iki qovul üzərində ixtilaf edirlər qardaşlar. Birinci görüşdə olan birinci rəy alimləri buyururlar ki, qəza yoxdur. Yəni kim gecikdirsə artıq getdi. Və Əbu Hanifə və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Fətavəl Kubrada və la yustahabbu qada'uha limen fatathu minhum. Və onu qəza etmək müstəhəb deyil. Kimdən əgər bu keçdisə, qəza etmək müstəhəb deyil. Və İbn Hüseyn rahimehullah buyurur ki, bayram namazının bədəli yoxdur. Yəni bu indi qılmadın, sonra qəza edirsən, belə bir şey yoxdur. İkinci qrup alimlər isə deyirlər ki, qəza edir və cümhur alimlərin görüşü budur qardaşlar. İmam Malik və Şafi və Əhməd və həmçinin İmam Nəvvi rahimehullah qeyd edir ki, Əbu Savr və Əhməd və Əvza'i və digər alimlər bu görüşdədirlər ki, yəni qəza etmək olar. Və Buxari Müslimin rivayet etdiyi, Ənəsdən rivayet etdiyi hədisdə buyurur ki, Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "Mən nəsiyə salatan əv nama anha fekeffaratuha en yusalliha iza zakaraha." Fekeffaratuha en yusalliha iza zakaraha. Kim əgər yatarsa, yatıb qalarsa və ya unudarsa o namazı, onun kəffarəsi nə vaxtı xatırlayandadır. Və bunu dəlil olaraq gətirirlər ki, yəni bu bayram namazı da buna aiddir. Yəni xülasə olaraq qəza edə bilərsən, fərd olaraq. Və qəza etdikdə nə cür edirsən? Yəni xütbəsiz edirsən. Sadəcə 2 rükət namaz qılırsan, təkbirlərlə bir yerdə. Bəli. Cəmaət olaraq əgər qəzaya salarsa, məsələn, ola bilsin ki, bir yerin əhalisi, və hədisdə də bu gəlir. Ola bilsin ki, o bayram namazını keçirdiblər. Və yaxşı, fərd olaraq zəvala qədər qıla bilər. Yaxşı, cəmaət şəklində onda necə qılır? Cəmaət şəklində gecikdirərsə, o zaman növbəti günə saxlayırsan. Necə ki, cümhur alimlər və əksər elm əhli bu görüşdədirlər. İbn Rəcəb rahimehullah buyurur ki, Ömər bin Abdüləziz və Sovri və Əbu Hanifə və Əvza'i və s. alimlər bu görüşdədirlər ki, növbəti gün qılırsan. Yəni növbəti gün bayram namazının vaxtında. Hansı ki, Abu Davud və Nəsai'nin rivayet etdiyi hədisdə buyurur ki, yəni bir qism Allah Resulü sallallahu əleyhi və səlləmə gəlirlər və deyirlər ki, "Yeşhədun ennehum ra'ul hilal bil ams." Allah Resuluna deyirlər ki, ey Allah Resulü, biz dünən hilalı görmüşük. Və Allah Resulü əmr edir ki, "Fəəmərəhum ən yuftiru." Allah Resulü onlara orucu açmağı və səhərsi gün bayram namazına hazırlaşmağa əmr edir. Yəni bu da ona dəlalət edir ki, nədir? Cəmaət şəklində əgər qəza edilibsə, bilmədən bu cür növbəti günün bayram namazı vaxtına ertələnir. Bəli. Bayram namazını musallədə qılmaq müstəhəbdir qardaşlar. Cümhur alimlər bu görüşdədirlər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bayram namazını qılmaq üçün İbn Qudamə rahimehullah deyir ki, çıxardı. Hansı ki, Buxari Müslimin Əbu Said el-Xudri radiyallahu anhudan rivayet edir ki, "Kənə Nəbi sallallahu əleyhi və səlləm yaxrucu yevmel fitr vel-adha ilə musallah." Allah Resulü fitr bayramında bir də yəni Ramazan və Qurban bayramında musalləyə çıxardı. Və həmçinin Raşidi xəliflər də bu cür ediblər. Yəni çıxırdılar. Məsləhət əgər məsciddə qılmaqdırsa, məsciddə qılınır. Yox, əgər cəmaət şəklində ümumiyyətlə cəmaətin çox insanlar musallədə qılmaq tərəfdarıdırsa, musallədə qılmaq icazəlidir. Baxırsan həmin vəziyyətdəki o məsləhəyə. Və alimlər buyurur ki, icma ilə İmam Şafi və İbn Abdülbar və İmam Nəvvi rahimehullah Məkkə əhli üçün Məkkədə, Məscid-ül Haramda qılmaq daha əfsəldir bayram namazını. Məscid-ül Haramda qılmaq daha əfsəldir. Bəli. Və bilirsiniz ki, bayram namazı üçün azan və iqamə verilmir. Hansı ki, Müslimin rivayətində Cəbir radiyallahu anhdan gəlir ki, "Şəhidtu ma'an-Nəbi sallallahu əleyhi və səlləm as-salata yawmul-Eid." Allah Rəsulü ilə bərabər bayram namazına şahidlik elədim. Və bədə bis-salati qabla-l-xutbə bi ghayri əzanin və la iqamə. Və o namaza başladı xutbədən qabaq azansız və iqaməsiz. Və həmçinin bəzi bölgələrdə yəni belə bir nida olunur. "As-salatu cami'atan, as-salata cami'atan." Bu cür nida olunur. Yəni sanki insanları namaza çağırmaq üçün. Yəni bu icazəli deyil. Elm əhli deyib ki, belə sözlərdən istifadə olunmaz. Yəni hər kəs bilir ki, məsələn bu gün elan olunur axşamı ki, bu gün sabah bayramdır. Yəni bu şəkildə gəlinir. Nə əzan var, nə iqamə də əlavə sözlər. Ehtiyac yoxdur. Və həmçinin bayram namazına gələn insanlar üçün qardaşlar, tez çıxmaq müstəhəbdir. Evdən. Yəni cümhur alimlər bu görüşdədir. Əbu Hanifə, İmam Şafi və Əhməd. Allah Resulü sallallahu əleyhi və səlləm musalləyə çıxdıqda əshabı artıq hazır vəziyyətdə idilər. Yəni tez gələrdilər. Həmçinin alimlər deyir ki, bu xeyirdə yarışmaqdır və namazı gözləmək namazda olmaq kimi savab qazandırır. Və tez getmək lazımdır. Və həmçinin namaza gedərkən
gəzərək getmək müstəhəbdir. Buxari Müslim rivayet etdiyi hədisdə Əbu Hüreyrə buyurur ki, Allah Resulü sallallahu əleyhi və səlləm ki, "İzə nudiyə bis-salati fətuha və antum temşun." Əgər namazı çağırdığınız zaman, yəni gəzərək gəlin, gəzərək gedin. Və bu təvazuya daha yaxındır, təvazuya. Və həmçinin sünnətlərdəndir ki, bir yolla gedib başqa yolla qayıtmaq. Və Buxarinin rivayet etdiyi hədisdə Cəbir radiyallahu anhdan gəlir ki, "Kənə Nəbi sallallahu əleyhi və səlləm izə kənə yevmul eid xalafət tariq." Yəni yola xilaf olardı. Nə deməkdir Allah Resulü? Yəni bir yolla gəlib başqa yolla gedərdi. Bəli. Bayram namazının nə əvvəlində, nə də sonrasında namaz yoxdur qardaşlar. Buxari Müslim rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anhuma deyir ki, "Ənə Rasulullah sallallahu əleyhi və səlləm xaraca yevmə adha fəsalla rak'atayn lem yusalli qablaha və la ba'daha." Allah Resulü Qurban bayramı üçün çıxdıqda nə yəni bayram namazı üçün 2 rükət qıldı. Nə əvvəlində, nə də sonrasında namaz qılmadı. Əgər musallədə qılınırsa, yəni heç bir namaz qılmağa ehtiyac yoxdur. Gəlirsən birbaşa oturursan. Bəziləri görürsən gəlir musallədə hətta yəni təhiyyət qılmağa çalışır. Musallədə təhiyyət düzdür, alimlər ixtilaf ediblər ki, o musallədə təhiyyət qılmaq olarmı, olmazmı? Yəni o daimi əgər o musallədirsə o heç. Səhralığa çıxmısan və yaxud da hansısa meşəyə getmisiniz. Yəni bu yerlərə ki, bayram namazını orada qılasınız cəmaatla bir yerdə. Yəni musallə kimi istifadə edəsiniz. O yerlərdə təhiyyət qılmağa ehtiyac yoxdur. Gəldin birbaşa oturursan. Bəli, və həmçinin İmam Nəvvi rahimehullah icma nəql eləyir bu barədə. Və bildiyiniz kimi namaz da xutbədən əvvəldir qardaşlar. İmam Buxari və Müslim rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anhuma gəlir, "Şəhidtul eid ma'a Rasulullah sallallahu əleyhi və səlləm, ma'a Rasulillahi sallallahu əleyhi və səlləm və Əbi Bəkrin və Umar və Uthman və kulluhum kanu yusalluna qabla al-xutbə." İbn Abbas buyurur ki, mən deyir Allah Resulunla Əbu Bakr və Umar və Osmanla şahid oldum bayram namazlarına. Və onlar nə edirdilər? Xutbədən qabaq namaz qılırdılar. Xutbədən qabaq qılırdılar. İmam üçün müstəhəb olan əməllərdən imam namaza yaxın çıxması. Yəni imam cəmaat kimi gəlib orada oturub gözləmir yəni. Müstəhəbdir ki, imam üçün cəmaat hazır olur. O ki namaz qılınmağa vaxtdır, imam o zaman çıxır. Alimlər bu barədə ittifaq ediblər. Buxari Müslim'in rivayet etdiyi hədisdə Əbu Said el-Xudri radiyallahu anh deyir ki, "Kənə Nəbi sallallahu əleyhi və səlləm yəxrucu yevmel fitri vel adha iləl musalla fa awwalu şey'in yebda'u bihi's-salah." Yəni Allah Resulü sallallahu əleyhi və səlləm bayram namazlarına çıxardı, Ramazan və Qurbana, musallaya və ən birinci çıxanda etdiyi şey nə idi? Namaz qıldırmaq. Yəni bu da ona dəlalət edir ki, namaz qıldıranda çıxırdı imam. Və müstəhəb olan imam barəsində budur. Bəli. Deməli, təkbirlər barəsində isə əlavə təkbirlər, hansı ki, necə ki bilirsiniz, namaz qılarkən edilən təkbirlər və bu təkbirlər, əlavə təkbirlər vacib təkbirlər deyil qardaşlar. Bunlar hamısı müstəhəbdir. Və cümhur alimlər, İmam Məlik və Şafiə və Əhməd bunu qeyd edirlər və həmçinin deməli Beyhaqi və Daraqutninin rivayet etdiyi hədisdə Amr bin Şüeybdən gəlir ki, o da atasından, o da atasından. Onun ki, ən Rasulullah sallallahu əleyhi və səlləm kəbbara fil eidi yevmel fitri 7 və 5 fil ula 7 və fil axirati 5 siva təkbiratus salah. Buyurur ki, Allah Resulü sallallahu əleyhi və səlləm bayram namazında deməli Qurban bayramında nə edərdi? 7 və 5 olaraq təkbir gətirərdi. Yəni əvvəl birinci 7, ikincisində isə ikinci rükətdə isə 5 təkbir. Və bunlar hamısı nə idi? Siva təkbiratus salah. Yəni bu namazın təkbirlərindən əlavə olaraq idi. Yəni birinci rükətdə 7 təkbir, ikinci rükətdə isə 5 təkbir. Bu qalxan təkbirlər bir də təkbiratul ihramdan başqa. Və İmam Məlik və Əhməd və Şeyxülislam İbn Teymiyyə rahimehullah və müasirlərdən İbn Baz və İbn Hüseyn rahimehullah nəql edirlər bu barədə. Təkbirlərin yeri dedik ki, birinci rükətdə 7 təkbir giriş duasından sonra qardaşlar. Təkbir gətirdiyin namaz üçün Allahu Akbar, giriş edirsən Subhanakallahumma hamdika və təbarəkəsmuk və bunu oxuduqdan sonra təkbir gətirirsən. 7 dəfə Allahu Akbar, Allahu Akbar və bu cür. Və qiraətdən əvvəl, deməli giriş duasından sonra qiraətdən əvvəl, Fatihədən əvvəl. İkinci təkbirlər isə ikinci rükətdə səcdədən qalxdın, səcdədən qalxma, intiqal təkbiri deyirlər buna. O təkbirdən sonra, elə ki, qalxmaq üçün təkbir gətirdin, Allahu Akbar və qalxdıqdan sonra, belin dikəldikdən sonra 5 təkbir gətirirsən. Və qiraətdən əvvəl, Fatihə surəsini oxumazdan əvvəl gətirirsən. Və cümhur alimlər bu görüşdə İmam Məlik və Şafi və Əhməd. Bəli. Hər təkbirdə əlləri qaldırmaq da müstəhəbdir. Hər təkbir gətirərkən əlləri qaldırmaq müstəhəbdir. Və cümhur alimlərə görə Əbu Hənifə, Hənəfilərdən Kəsən rahimehullah Bədai'us Sana'i' əsərində zikr edir və İmam Şafi və Əhməd və həmçinin Hənəfilərdən İmam Kəsani icma nəql edir hətta bu barədə. Bu barədə hətta icma nəql edir və doğrusunu Allah bilir.
Və bu hər təkbirin arasında da qardaşlar heç bir zikir varid olmuyor. Yəni sadəcə təkbir gətirib əlləri salırsan, təkbir gətirib əlləri salırsan. Bəli. Təkbirlər unudularsa, deyək ki, imam unutdu təkbirləri və bu halda da qayıdılmır o təkbirlərə. Yəni məsələn Fatihə surəsində birbaşa başladı və imam yadına düşdü ki, sonra təkbirlər gətirməyib, o Fatihə surəsini saxlamır daha. Çünki təkbirlər əslən sünnətdir. Necə ki İmam Nəvvi rahimehullah buyurur və həmçinin buna görə də səhv səcdəsi də düşmür. Bəli. Qiraət barədə. Bayram namazında qiraət. Bayram namazında Səbbih ismə rabbikəl a'lə, yəni yusennu ən yəqra'a fi salatil eid bi suratil a'lə vəl gâşiyyə. Yəni A'lə surəsi ilə Gâşiyyə surəsini oxumaq sünnətdir qardaşlar. Yəni bu ittifaqla belədir. İmam Əbu Hanifə və Malik və Şafi və Əhməd və əksər elm əhli bunu demişlər. Hansı ki Müslimin rivayet etdiyi hədisdə Nu'man bin Bəşirdən gəlir ki, qalə kənə Nəbi sallallahu aleyhi və səlləm yəqra'u fil eideyni və fil cum'ə. Allah Resulü sallallahu aleyhi və səlləm bayram namazlarında və cümə günü oxuyardı. Səbbih ismə rabbikəl a'lə və həl ətəkə hadithul gâşiyyə. Bəli. Və həmçinin Qaf və Qamər surəsini oxumaq da müstəhəbdir. Qaf və Qamər surəsini oxumaq müstəhəbdir. Necə ki İmam Şafidən və Əhməddən rivayet olunur bu barədə. Hansı ki İmam Müslim rivayet etdiyi hədisdə Əbu Vaqid Əl-Leythi radiyallahu anhu buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem ki, yəni kənən Resulullah sallallahu aleyhi ve sellem yəqra'u fil fitri vəl ədhə Qaf və qıtərabətis sə'ə. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem Qamər və Qaf surəsini oxuyardı. Və el-cehru bil qiraəti fi salatil eideyn. Və iki bayram namazında qiraəti səsli şəkildə oxumaq da sünnətdir qardaşlar. Yəni alimlər bunda ittifaq ediblər ki, sünnətdir. Yəni həmin hədis də dəlil olaraq gətirilir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deməli iki bayram namazında və cümədə Səbbih ismə rabbikəl a'lə və həl ətəkə hadithul gâşiyyə surələrini oxuyardı. Bu həm Nu'man bin Bəşirdən gəlir, həm də Səmura bin Cundub radiyallahu anhudan gəlir. Ki, kənə Nəbi sallallahu aleyhi ve sellem yəqra'u fil eydeyn deməli a'lə və gâşiyyə. Bəli, və həmçinin Qaf surəsi və deməli hansını dedik, Qaf surəsi və Qamər surəsini oxumaq da sünnətdir. Bu cümə namazına da aiddir. Cümə günü. Xütbə isə xütbənin hökmü qardaşlar, xütbə vermək sünnətdir. Necə ki İbn Qudamə rahimehullah buyurur. İbn Qudamə buyurur ki, bunun sünnət olmasının dəlili odur ki, namazdan sonra olur. Namazdan sonra olması buna dəlalət edir ki, sünnətdir. Və həmçinin xütbə verərkən iki xütbə verməsi müstəhəbdir. Cümə namazına qiyasən, ittifaqla. Və cümə namazına qiyasən nə deməkdir? Cümə namazında neçə xütbə oxunur? 2 xütbə. Nə deməkdir 2 xütbə? Yəni ki, imam bir dəfə xütbəni oxuyur və oturur, sonra qalxır 2 dəfə yenə xütbə oxuyur. Və bu 2 xütbə sayılır. Və bayram namazında da bu cür etmək nədir? Müstəhəbdir. Və imam üçün müstəhəbdir ki, xütbədə nədən danışsın? Bayramın hökmlərindən, sədəqənin bu gündə fəzilətindən, qurban bayramı olarsa, qurban bayramının hökmlərindən, insanlara bunu öyrətməsi müstəhəbdir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem bu cür edərdi. Necə ki, Buxar Müslimdə İbn Abbasdan rivayet olunur ki, Allah Resulü öyrədirdi. Xütbəyə qalxdığı zaman öyrədirdi. Yəni insanlara bayram namazını, əhkamları, bu cür şeyləri öyrədirdi. Xütbə isə adi xütbələr kimidir qardaşlar. Yəni həmdlə başlanır və sonra insanlara xitab olunur. Və bəzi insanlar görürsən ki, təkbirlə başlayırlar. Allahu akbar, Allahu bu cür başlayırlar. Bu alimlər, bu elm əhli buyurur ki, bu varid olmayıb belə bir şey. Yəni, əslində varid olan nədir? Xütbəni həmdən başlamaq. Elhamdülillah və salatu və selamu alə rasul. Bu cür başlamaq. Bəli. Həmçinin bayram namazından əvvəl nəsə yemək də müstəhəbdir. Necə ki İbn Rüşd və İbn Qudamə rahimehullah, yəni bunlar icma nəql ediblər ki, nəsə yemək müstəhəbdir. Bayram namazına gəlməmişdən qabaq. Bayram qüslu barəsində alimlər deyirlər ki, cümhur alimlərə görə bayram qüslu müstəhəbdir qardaşlar. İmam Əbu Hanifə və Şafi və Əhməd və həmçinin bəzi elm əhli bu barədə icma nəql edirlər ki, bayram namazı müstəhəbdir. Bayram namazının qüslu müstəhəbdir. Və həmçinin bayram günü ətirlənmək müstəhəbdir, gözəl paltar geyinmək müstəhəbdir. Allah Teala Araf surəsinin 31-ci ayəsində buyurur ki, "Ya bani Adəm, xudu zinətəkum indəl məscid." Və Allah Teala buyurur ki, neyin? Zinətlərinizi geyinin, taxın, götürün. Yəni bu o deməkdir ki, məscidə gələn zaman, bayram namazlarında müstəhəbdir ki, insan gözəl təzə paltar geyinməsi şərt deyil. Yəni bunun yadını çıxarmayın inşallah. Təzə paltar bunu qarışdırmayın. Yəni təzə paltar şərt deyil. Niyə görə şərt deyil? Çünki hər kəs bunu əldə eləməyə bilər. Aydındır. Lakin şərt odur ki, şərt deyəndə ki, yəni ki, müstəhəbdir ki, insan yəni təzə paltar, gözəl paltar, gözəl paltar geyinsin, təmiz paltar geyinsin. Bəli. Və sonra təkbirlər, təbrikləşmə.
Təbrikləşmə də müstəhəbdir, alimlər elm əhli deyir və bu təbrikləşərkən təqabbalallahu minnə və minkum demək, qucaqlaşmaq müstəhəbdir. Və həmçinin alimlər elm əhli qeyd edir ki, təkbirlər, bayram təkbirləri. Bayram təkbirləri gətirmək də, yəni namazdan qabaq bayram təkbirləri gətirmək də müstəhəbdir, sünnətdir. Və cümhur alimlər İmam Məlik və Şafi və Əhməd deməli buyurur ki, Müslimin rivayet etdiyi hədisdə, Ümmü Atiyyə hədisidir. Kunnə nu'məru bil xuruc fil aydayn. Yukebbirnə mə'an-nas. Yəni qadınlara da, yəni deməli insanlarla təkbir gətirməyə əmr olunurdu və bayram namazı üçün çıxmağa əmr olunurdu. Yəni insanlar nə edirdilər? Təkbir gətirirdilər. Təkbir gətirmək də sünnətdir. Təkbirin vaxtları var qardaşlar. Təkbirlər nə vaxt deyilir? Əvvəl vaxtı bayram gecəsi günəş batması ilə başlayır. Yəni elə ki bu günlərin məsələn elan olundu ki, sabah bayramdır. Məğrib namazından sonra təkbirlər gətirə bilərsiniz. Başlanğıc vaxtı bu vaxtdır. Və bitiş vaxtı isə, axır vaxtı isə bayram namazı ilə bitməsidir. Bayram namazı bitdisə vəssalam, təkbirlər də bitir. Yəni bu Qurban bayramından fərqlidir. Qurban bayramında bayramdan sonra edilə bilər. Lakin çünki Qurban bayramında mutlaq müqayyət təkbirlər var. Amma Ramazan bayramında isə təkbirlər mutlaqdır. Nə vaxt istəsən demək olar. Yəni məğrib namazından başlayır bayramın gecəsi, ta ki bayram namazına qədər təkbirlər gətirmək olar. Və təkbirin ən fəzilətli forması da Allahu akbar, Allahu akbar, la ilahe illallah, vallahu akbar, Allahu akbar və lillahil hamd. Bu cürdür. Və səsli demək də sünnətdir kişilər üçün, qadınlar üçün yox. Və həmçinin dəlil olaraq Beyhaqi və İmam Əlbani rahimehullahın İrvaul Qalildə gətirdiyi bir əsər var. İbn Ömər deyir ki, "Ənəhu kana iza qada yevmul adha əv yevmul fitr yəcəharu bit-təkbir hatta ya'tiyal musalla, thumma yukabbiru hatta ya'tiyal imam." Yəni insanlar nə edərdilər? Musallaya gələndə elan olurdu ki, o vaxt ki, yəni bayram namazıdır sabah və insanlar təkbir gətirərdilər cəhri şəkildə, yəni səsli şəkildə təkbir gətirərdilər, hətta musallaya gələnə qədər. Və sonra təkbir gətirdilər, hətta imam gələnə qədər. İmam nə vaxt gəlir? Namazı qıldıranda. Və bu təkbirləri qardaşlar cəmaət şəklində demək doğru deyil. Xor şəklində, yəni bir-birinə qoşulub o templə demək, bu varid olmayıb sünnətdə. Hərə özü üçün deyir. Hərə özü üçün Allahu akbar, Allahu akbar, la ilahe illallah, Allahu akbar və lillahil hamd. Hərə özü üçün deyir. Hətta məliklərdən alimlər elm əhli olub ki, bidət deyiblər buna. Yəni xor şəkildə insanlar bir templə deməsi bidətdir. Və bayram günü nəhy olunan şeylər var və bunlardan ən məşhuru bayram günü oruç tutmaq haramdır. Bu məlum məsələdir, necə ki bu barədə zikr etmişik. Və həmçinin bəzi insanların adət üzrə etdikləri bəzi şeylər var. Onlardan ən məşhur hansıdır? Bayram günü qəbirləri ziyarət etmək. Yəni sanki onların qara bayramıdır. Xeyr, belə bir şey yoxdur. Bayram ağdır, elhamdülillah. Yəni, bu bayram dirilər üçündür. Ona görə bu qəbir ziyarətini bayram günü xüsusiləşdirmək, aparıb onların qəbirlərinə şirniyyat qoymaq və yaxud da yemək qoymaq və yaxud da bayram payı aparıb. Bu şeylər hamısı xurafatdır qardaşlar. O ölən insan nə xeyri var onun? Sən qoyursan orada şirniyyatı, kimsə gəlir orada işləyən götürür aparır. Və yaxud da heç kim görmür, axşam heyvanlar gəlir aparır. Yəni heç bir faydası yoxdur yəni. Heç bir faydası yoxdur. Ona görə də qəbir ziyarətini xüsusiləşdirmək bayram günlərində bu bidətdir. Belə şey eləmək olmaz. Xurafatdır yəni. Və doğrusunu Allah bilir qardaşlar. Bu qədər kifayət eləyər. İnşallah ki, əlimizdən gələn qədər Ramazanın əhkamlarını, orucun əhkamlarını və içərisində olanları izah etməyə çalışdıq. Sözlərimizdə bir gözəllik varsa, Allah və Rasulunun sözlərinin gözəlliyindəndir. Və bir nöqsanlıq varsa da nəfsimizdən və şeytanımızdandır. Allah Teala bizləri bağışlasın. Elhamdülillahi Rabbil alemin.